Salam, mən Ləman Sultanlı, Azərbaycan Kamanın Oxatma Federasiyasının yarışların təşkili üzrə meneceriyəm. Bu gün də bir yarışı təşkil etdik və ümid edirəm ki, uğurlu və hər kəsin marağına səbəb olan bir yarış oldu. Bildiyimiz kimi 22 iyul Azərbaycanda milli mətbuat kimi qeyd olunur və bu münasibətlə idman jurnalistləri arasında Kaman Oxatma turniri təşkil etdik. Turnirin əsas məqsədi media nümayəndələrini birlikdə bir yerə yığmaq, onlarla birlikdə səmərəli vaxt keçirmək, kommunikasiya əlaqələrimizi düzləndirmək idi. Təbii ki, bu idman növünün jurnalistlər və Azərbaycan xalqı arasında populyarlaşdırılması əsas məqsədlərimizdən biridir. Təbii ki, idman növünün hər bir idman növündə olduğu kimi bu idman növündə sağlamlığa bir çox müsbət təsirləri var ki, bunlar qamət, diqqət, fikrin bir yerə zəminlənməsi kimi amillərdir ki, Kamanın Oxatma idman növü də bu amilləri özündə cəmləşdirən idman növüdür. Ümid edirik ki, idmanımız gün-gündən məşhurlaşacaq və Azərbaycan xalqının sevimli idman növlərindən birinə çevriləcək və federasiya olaraq da bu yolda müxtəlif addımlar atırıq. Müxtəlif klubların yaradılması, müxtəlif layihələrin keçirilməsi, idman klublarının yaradılması və yarışların sayının çoxaldılması da bunlara misal göstərir.